9 noyabrdan sonra sərvət qapısı açılacaq. Bürclər arasında ulduzlar əsasən maddi bollluq, ani fürsətlər və gözlənilməz gəlir artımı göstəricilərinə diqqət çəkir. Ən düz proqnoza görə buğa ulduzlar. Buğaya yeni qazanc yolları təqdim edir. Gözlənilməz pul girişi, köhnə borcun qaytarılması və ya əlavə gəlir gətirən iş təklifi mümkündür. Məsləhət, pulunla ağıllı davran, sərmayə üçün doğru zamanı seç. Qız, səbirli əməyinin bəhrəsini alırsan. Maliyyə sabitliyi yaranacaq, bəziləri üçün miras və ya gözlənilməz dəstək imkanı görünür. Məsləhət, əlində olan vəsaiti dəyərləndir, qənaətcil ol. Oğlaq, işdə yüksəliş və əlavə gəlir axını ehtimalı çox yüksəkdir. Yeni layihələrdən qazanc qazanacaqsan. Məsləhət, yüksək hədəflərdən qorxma, planlı hərəkət et. Əqrəb, gecikmiş pullar, borcların qaytarılması və ya bonus şəklində gəlirlər görünür. Şans sənin tərəfindədir. Məsləhət, aldığın gəlirin bir qismini gələcəyə yatır. Ox atan, maddi rifah dövrün başlayır. Əlverişli işgüzar təkliflər və tərəfdaşlıqlarla gəlirin çoxalacaq. Məsləhət, özünə inan, fürsətləri əldən vermə. İndi ən parlaq sərvət enerjisi buğa, qız və oğlaq bürclərində cəmlənib. Bu bürclər noyabrın ortasından etibarən pul axınının artdığı dövrə qədəm qoyurlar. 9 noyabrdan sonra şir və tərəzi üçün sərvət qapısı daha ehtiyatlı və tədrici şəkildə açılır. Şir, pul artımı birbaşa deyil, daha çox yeni imkanlar və layihələr vasitəsilə gələcək. Əgər səylə çalışsan, gələcəkdə maliyyə mükafatını görəcəksən. Məsləhət, ani xərclərdən çəkin və öz bacarıqlarına yatırım et. Tərəzi, maliyyə baxımından dəyişikliklər olacaq, amma dostlar və tərəfdaşlar vasitəsilə gəlir gəlməsi ehtimalı yüksəkdir. Şanslı fürsət gəlsə də, onu yaxşı qiymətləndirmək lazımdır. Məsləhət, ətrafındakı insanlarla əməkdaşlıq qur, riskli qərarlardan uzaq dur. Qısaca desək, şir və tərəzi üçün sərvət yavaş-yavaş planlı şəkildə və əlaqələr üzərindən gələcək. İstəsən mən sənə